Salam əziz şagirdlər, hər birinizi salamlayıram. Bugün sizinlə Gəray Aşırovun Respublika Fən müsabiqəsinə hazırlıq kitabından bəzi sualların izahını bölüşürəm. İlk öncə 58-ci suala diqqət yetirək. Bizə şərtdə verilib ki, X atomu kükürt atomuna 2 elektron verdiyi zaman yaranan iyonların hər ikisinin elektron təbəqələrindəki elektron sayları bərabərləşir. Buna əsasən A-nı tapın. İlk öncə biz diqqət yetirək ki, burada gördüyümüz kimi kükürdün kütlə ədədi 32-dir. Proton sayı x, neytron sayı da x-dir. Yəni mən burada belə bir düsturumuz var ki, kütlə ədədi bərabərdir. Proton üzərinə gəlsin, neytron sayı. Kütlə ədədi 32-dir. Proton sayı x, neytron sayı da x-dir. Burada 32 bərabər olur 2x-ə. X də bərabər olur 16-ya. Deməli, bu kükürdün 16 protonu var, 16 da neytronu var. Bunu müəyyən etdim. İndi yenidən yazıram. Deməli, kükürdün kütlə ədədi 32 imiş, 16 neytronu, 16 da protonu var imiş. Və şərtdə bizə deyir ki, X atomu 2 elektron kükürdə verir. Əgər X atomu 2 elektron kükürdə verirsə, bu o deməkdir ki, kükürd də 2 elektron X-dən alır. Və element atomu əgər elektron alırsa, demişdik ki, o mənfi yüklənir. Neçə elektron alır? 2 elektron. Yəni yükü neçə olar? 2 mənfi. Bu zaman proton sayı var, yük var. Mən elektron sayını müəyyən edə bilərəm. Belə bir düsturumuz var ki, iyonun yükü bərabərdir. Proton çıxılsın elektron. İyonun yükü mənfi 2, proton sayı 16, çıxılsın elektron. Elektronu müəyyən etdim, bərabər oldu 18-ə. Deməli, kükürdün müəyyən elədim ki, 18 elektronu var. Və deyir, bunun nəticəsində x 2 elektron verdiği zaman elektron sayıları bərabərləşir. X'in görürəm ki, proton sayı neytral atom olduğuna göre elektron sayına bərabərdir. Deməli, əgər n dənə protonu varsa, bu o deməkdir ki, n-də elektronu var. Yəni, n elektrondan ikisini verdiği zaman, yəni n-dən çıxıram, elektron sayından çıxıram 2-ni, n-2 verdiği zaman elektronlar bərabərləşir. Elektron kükürddən neçə tapdım? 18. Yəni, bərabər olur 18-ə. Buradan da n bərabərdir 20-yə. Deməli, x-in 20 nə var? N sayı nəyi bildirirdi? Protonu. X'in 20 protonu var. Görürəm ki, burada elektron və neytron və proton hər ikisi n ilə işarələnib. Yəni bərabərdirlər. 20 proton varsa 20 də neytron var. Kütlə ədədini bizdən soruşur. Kütlə ədədi necə tapılır? Protonla neytronun cəmi. 20 üzərinə gəlsin 20 bərabər olur 40-a. Deməli, X'in kütlə ədədi 40-a bərabərdir. Düzgün cavab variantı A variantı. Növbəti 55-ci suala baxaq. Bizə deyir ki, sağ tərəfdə bizə manqan iyonu verilib 5 müsbət, proton sayı 25-dir, kütlə ədədi A ilə işarələnib, neytron sayı N-dir, elektron sayı E. Bizim belə bir düsturumuz var ki, iyonun yükü bərabərdir, proton çıxılsın, elektron. İyonun yükü 5-dir, müsbət 5, proton sayı 25'ti. Elektron sayı bizdən soruşulur. Buradan da elektronu tapıram, bərabər olur 20-yə. Yəni, bu o deməkdir ki, bu iyonun elektron sayı 20-yə bərabərdir. 20-yə bərabərdirsə, şərtə diqqət yetirək. Bizə deyir ki, neytron sayı elektron təbəqələrindəki elektron sayından, yəni elektron sayı neçə oldu? 20-dən 1,5 dəfə çoxdur. Yəni, n bərabərdir, neytron bərabərdir. 1,5 vurulsun elektron sayına. Elektronu da 20 tapdım. 1,5'i vururam 20'yə, bərabər olur 30'a. Deməli, neytron sayı neçədir? 30. Yenidən manqan iyonunu yazıram. Proton sayı verilmişdi şərtdə bizə 25. Neytronu mən tapdım 30. Bizdən kütlə ədədi soruşulur. Kütlə ədədi də protonla neytronun cəmi olduğu üçün proton sayı 25, neytron sayı 30, cəmi bərabər olur 55'ə. Düzgün cavab variantı B variantı. 60-cı suala diqqət yetirək. Bizə deyir ki, aşağıda verilmiş proses zamanı 2 natrium atomunun hər biri X atomuna 1 elektron verir. Deməli, diqqətlə baxaq. Natrium kütlə ədədi 23, neytron sayı 12, proton sayı məlum deyil. Digərində də yenidən natrium kütlə ədədi 23, proton sayı 12, daha doğrusu neytron sayı 12, proton məlum deyil. Buradan ilk öncə biz kütlə ədədi bərabərdir. Proton plus neytron düsturuna əsasən mən 23-dən 12-ni çıxıb proton sayını tapa bilərəm. Burada da proton sayı bərabər olur 11-ə, burada da proton sayı 11-dir. Və uşaqlar, bunlar neytral atom olduğuna görə proton sayı elektron sayına bərabərdir. Əgər 11 proton
neytron varsa 11 de elektron var demektir. Niye? Çünkü bunlar neytral atomlardır. Bize deyir ki her ikisi bir elektron verdikdə. Burada da 11 elektron var. Burada da bir elektron verəndə bunun da 10 elektronu qalar. Digər natrium atomunda 10 elektronu qalar. Deməli cəmi natrium atomlarda neçə elektron oldu? 20 elektron. Bunu yadımızda saxlayaq. Daha sonra məsələnin davamında bizə deyir ki, X atomuna hərəsi bir elektron verir. Əgər hərəsi bir elektron verirsə, bu cəmi eləyir 2 elektron. Yəni bu o deməkdir ki, X atomu da 2 elektron alır. Elektron alanda biz dedik ki, mənfi yüklənir. Proton sayı X'in X'tir. Mənfi yüklənirsə 2 mənfi. İndi buradan elektron sayını müəyyən edək. İyonun yükü bərabərdir. Proton çıxılsın elektron düsturuna əsasən. İyonun yükü mənfi 2'dir. Proton sayı X'tir. Minus elektron sayı. Buradan elektron sayını tapıram. Bərabər olur X plus 2'ye. X plus 2 oldu. X'in elektron sayı. Bize deyir ki, nəticədə yaranmış natrium iyonundakı elektronların cəmi, hansı ki biz 20 tapmışdıq, bərabərdir X iyonundakı elektronlar sayından da 2 vahid çoxdur. X-də tapdıq elektron sayı X plus 2'ye bərabər oldu. Yəni deyir ki, onların cəmi 20, X plus 2'dən də burada olan X'də olan elektronların sayından da 2 vahid çoxdur. Üzərinə yenə gəlirəm 2. 20 bərabərdir deməli X plus 4'ə, X də buradan bərabərdir 16'ya. Deməli X elementinin 16 protonu var. X olduğuna göre 16 tane de neytronu var. Bizden kütle ədədini soruşur. Kütle ədədi də protonla neytronun cəmi olduğuna göre 16 üzerine gelsin. 16 beraber olur 32'ye. Düzgün cevap variantı B variantı.